Hərbi ekspert Ramil Məmmədli Rusiya-Ukrayna müharibəsinin perspektivlərindən danışacaq. Ramil bəy, zəhmət olmasa yaxınlaşın masamızın ətrafına. Hər vaxtınız xeyir olsun, xoş gördük siz studiyamızda. Çox sağ olun, təşəkkür edirəm. Sizin hər vaxtınız xeyir olsun. Ramil bəy, danışılmasına ehtiyac olan əslində nüanslar çoxdur və Böyük Britaniyanın baş naziri Keir Starmerdən də bir açıqlama var. O deyir ki, biz Ukraynaya qoşun göndərməyə hazırıq. Bunu bundan öncə də demişdi, yenidən də təkrarlayıb. İstəyərdim ki, onun açıqlamasına bir daha diqqət yetirək sizinlə birgə. Daha sonra Avropa İttifaqı Böyük Britaniya bu qoşunu göndərsə nə dəyişəcək sualı ətrafında danışarıq. Bir daha təşəkkür edirəm. Biz Ukraynada sülhə nail olmaq istiqamətində planları müzakirə etdik. Mən bu məsələdə digər Avropa liderləri ilə yaxından işləyirəm və açıq şəkildə bildirirəm ki, Böyük Britaniya sazişi dəstəkləmək üçün müttəfiqlərimizlə birlikdə işləməyə hazırdır. Aydın olaraq deyim ki, Böyük Britaniya sülh razılaşmasını dəstəkləmək üçün quru qoşunları və təyyarələr göndərməyə hazırdır. Avropa addım atmalıdır. Qarşımıza çıxan təhlükələrin artdığını görürəm. Bu il biz Ukraynaya həmişəkindən daha çox hərbi yardım göstərəcəyik. Artıq NATO-da ən çox pul xərcləyənlərdən biriyik. Bəli, Böyük Britaniyanın baş naziri getdi Vaşinqtona, Donald Trumpla görüşdü. Görüşdə nələr danışılıb bunu ictimaiyyətə açıqladı və elə bu açıqlama üzərindən də az öncə də verdiyim suallar üzərindən şərhlərinizi eşitmək istəyərdik. Hal-hazırda Rusiya və Amerika arasında, Amerika Birləşmiş Ştatları arasında Ukraynadakı müharibəni dayandırmaq və atəşkəsə nail olmaq istiqamətində müəyyən addımlar atılır. Yəni, son 3 il ərzində gözlənilən addımlar atılır ki, bu da təkcə Ukraynada deyil, həm də Avropada, bütünlükdə Avropada yaranmış, mövcud olan gərginliyin aradan qalxmasına səbəb ola bilər və Ukraynadan yenidən formalaşmasına səbəb ola bilər. Amma Böyük Britaniyanın baş nazirinin bu açıqlaması əslində Moskva tərəfindən qıcıqla qarşılanıb və bu fikirlər, bu açıqlamalar Böyük Britaniyanın bu mövqeyi müharibənin çox da yaxın zamanlarda bitəcəyinə işarə etmir və hesab edirəm ki, Böyük Britaniyanın bu mövqeyi verilən açıqlamaları əgər nəzərə alsaq, Amerika Birləşmiş Ştatlarının rəhbərliyinin fikirləri ilə tərs mütənasibdir. Yəni, bir-biri ilə uzlaşmır. Daha çox, deyək ki, daha çox Avropanın Rusiyaya qarşı radikal mövqe nümayiş etdirən ölkələrin rəhbərləri ilə təxmini eyni tonda, eyni formatda danışılır. Amma məsələ burasındadır ki, Böyük Britaniya və bütünlükdə Avropa Ukraynada müharibənin davam etdirilməsi, Ukrayna silahlı qüvvələrinin təminat, təchizat məsələlərinin həll edilməsi, həmçinin canlı qüvvənin, şəxsi heyətin, mütəxəssislərin yetişdirilərək şəxsi heyətin komplektləşdirilməsi üçün yetərli imkanlara sahib deyildir. Yəni, Avropanın bütünlüklə, Avropanın belə bir imkanı yoxdur. Amerikasız, belə deyək, Amerikasız Avropa Birliyi və Avropa müttəfiqliyi Rusiyaya və onun müttəfiqlərinə qarşı dayanmaq gücündə deyil deyirsiniz tam olaraq. Müharibə etmək və yaxud da hansısa bir müharibəni dəstəkləyərək, ona dəstək olaraq, onu uğurla yekunlaşdırmaq gücündə və imkanında deyil. Mən bunları bir-bir sadalamaq istəmirəm. Söhbət təkcə maddi məsələdən getmir, pul kütləsindən getmir. Hansı ki, yəni Rusiyanın da maddi imkanları kifayət qədərdir. Söhbət müdafiə sənayesi məhsullarının istehsalı və onun, belə deyək, müharibədə istifadə olunan qədər təmin olunması, həm də canlı qüvvə ilə təmin etmək, şəxsi heyətlə təmin etmək baxımından Avropanın imkanları o qədər güclü deyil. Yəni, əslində bu elə Amerikanın özünün yaratdığı bir Avropadır ki, bu vəziyyətdədir. Yəni, 2-ci Dünya müharibəsindən sonra Avropanın iri müdafiə sənayesi müəssisələri ki, hansı ki, əsas hissə Almaniyanın üzərinə düşürdü, bunlar sıradan çıxarıldı və bugün faktiki olaraq Ukraynanın silah-sursatla təmin olunması prosesində iştirak edən əsas ölkələr, yəni istehsal müəssisələri Şərqi Avropa ölkələrində olan müəssisələrdir ki, bunlar da elə
sosialist düşərgəsi zamanı yaradılan, formalaşdırılan müəssisələrdir. Yəni, Almaniya, Fransa, İspaniya, İtaliya, Böyük Britaniya ayrı-ayrılıqda, hətta birlikdə Ukrayna müharibəsində, Ukraynanın uğur qazanması istiqamətində yetərli addımlar ata bilməzdir. Bu baxımdan Amerika Birləşmiş Ştatlarının mövqeyi, siyasi iradəsi olmadan hər hansı bir prosesi yekunlaşdıra bilməyəcəklər. Amma Böyük Britaniyanın baş nazirinin səsləndirdiyi fikirlər daha çox siyasi, belə deyək, siyasi konjunkturaya uyğun olan bir fikirlərdir. Ukraynanın daxili cəmiyyətinə, Ukrayna siyasi arenasına hesablanmış fikirlərdir və yaxud da həmçinin Britaniya daxilindəki onlara, bu hakimiyyətə müxalif olan siyasi dairələrə hesablanmış fikirlərdir ki, biz geri çəkilmirik, biz Ukraynanı davamlı olaraq dəstəkləyəcəyik. Niyə? Çünki bir neçə gün bundan əvvəl, bu təsadüfi deyil Böyük Britaniyanın baş nazirinin bu fikri səsləndirməsi, çünki 2 gün əvvəl Rusiyanın baş naziri Lavrov İstanbulda olan zaman briefingdə açıq tekstlə bildirdi ki, 2022-ci ildə İstanbul razılaşması ilə bu müharibə bitəcəkdi, əməliyyatlar dayanacaqdı və atəşkəsin imzalanması üçün bütün proseslər razılaşdırılmışdı. Hətta mətn, yəni razılaşmanın, sazişin mətnini Ukrayna tərəfinin özü hazırlanmışdı. Yəni onların da razılığı əsasında hazırlanmışdı. Lakin Böyük Britaniyanın baş naziri Boris Johnsonun məsələyə müdaxilə etməsindən sonra, Böyük Britaniyanın məsələyə müdaxilə etməsindən sonra bu razılaşma öz etibarını, öz belə deyək də, təsir imkanlarını itirdi. Demək olar ki, ləğv olundu. Yəni, İstanbul razılaşması ləğv olundu. Ondan əvvəl də Belarusiya razılaşmasında da İngiltərənin, Britaniyanın mövqeyi olmuşdu və sonra da Fransa da buna dəstək vermişdi. Yəni, Böyük Britaniya münaqişənin 3 il ərzində davam etməsində öz günahını, öz təqsirini boynuna almamaq, vəziyyəti, prosesi yayındırmaq, ona istiqamətlənə biləcək. İttihamlardan yayınmaq üçün məhz baş nazir səviyyəsində bu cür açıqlamalara yer verirlər. Ramil bəy, bir də Trump'ın açıqlamaları var. O da bir gün bir söz deyir, səhəri gün onu təksib eləyir. Bundan öncə, yəni fevralın 19-unda bir açıqlama vermişdi. Deyirdi ki, Zelenski seçkisiz diktatordur. Bəli. Amma yeni bir açıqlaması var. Bu dəfə də deyir ki, mən elə bir söz demişəm, bunu xatırlamıram. Yəni belə bir söz dediyimə inanmıram, deyir daha doğrusu. İstəyərdim ki, Zelenski, daha doğrusu Trump'ın həmin açıqlamasını da ekrana gətirək və ümumiyyətlə Rusiya Ukrayna münasibətləri ilə bağlı nüanslara da toxunub ki, həmin hissəni təqdim eləyəcəyik. Prezident Putinlə Zelenski arasında münasibətlər yaxşı deyil. Biz cəhd edib nəyisə həll etməliyik. Mən hər ikisi ilə anlaşıram. Putinlə çox yaxşı münasibətim var. İndi biz Zelenski ilə sövdələşmə edəcəyik. Əslində Ukraynada qazma işləri aparacağıq. Bizim nadir torpaq elementlərinə ehtiyacımız var. Biz bilirik ki, həmin gün bugündür. Və bugün Ukraynayla həmin o sövdələşməyə imza atılacaq. Yəni Trump'a istinadən bunu deyirik. Və Trump da əvvəlcə Zelenskiyə diktator demişdi. İndi sənəd imzalanacaq deyə böyük ehtimalla deyir, inanmıram ki, elə bir söz demişəm. Nə baş verəcək bundan sonra? Yəni, böyük bir ölkənin, super dövlətin başçısıdır, prezidentidir. Onun bu mövqeyi haqqında hansısa bir sərt bir fikir söyləmək istəmirəm. Amma Sovet dövründə alverçi fəaliyyəti ilə, yəni təfəkküründə olan adamlara spekulyant deyirdilər rus dilində. Mən yəni analiz etdikdə Trump'ın bu mövqeyini spekulyant mövqeyi ilə məsələyə yanaşıram. Yəni hər şeyə də alver gözü ilə yanaşmaq, alver baxışları ilə yanaşmaq doğru deyil. Təbii ki, Amerika Birləşmiş Ştatlarının dövlət sistemi, yəni idarəçilik sisteminin elə əsasında bu biznes maraqları dayanır. Bir, belə deyək, holding, bir şirkət formatı dayanır. Bu baxımdan hardasa onu da anlamaq olar. Çünki
Amerikanın böyük o şirkətləri hansı ki büdcəyə milyardlarla belə deyək, vergi ödəyirlər ki, həmin pullar Ukraynaya göndərilir, müharibədə istifadə olunur, Rusiyaya qarşı müharibədə istifadə olunur. Amma bu baxımdan onlar siyasi hakimiyyətdən soruşurlar. Yəni, gələcəkdə nə edəcəksiniz? Yəni, Rusiya ilə razılaşdınız, müharibə dayandı. Amerikanın burada marağı nə olacaq? Yəni, prezidentə Trump, biz nə qazanacağıq? Yəni, biz pul ödəmişik, vergi ödəmişik, siz də onu göndərmişsiniz. Bizim indi marağımız nə olacaq? O da marağı bu şəkildə təmin etməyə çalışır və... O zaman müharibə dayanmayacaqmı Ramil bəy? Əgər bugün Birləşmiş Ştatlar o ödədiyi pulları bir növ hansısa formada geri alırsa, Trump xalqa inandırmağa çalışacaqmı, bacaracaqmı ki, baxın biz o pulları boşuna ödəmirik? Həmin o Ukrayna ərazisində geoloji kəşfiyyat aparılması dövrü Çar Rusiyasının və Sovet SSR dövrünə düşüb. Həmin o məhsulların, yəni faydalı qazıntıların həcmi barəsində informasiyalar yalnız Sovet arxivlərində səsləndirilən məlumatlardır. Amma bu o demək deyil ki, onlar 100% o qədər də faydalı qazıntılar var. Bu baxımdan Amerika Birləşmiş Ştatlarının, yəni Trump hakimiyyətinin atacağı addım mən hesab edirəm ki, belə ola bilər. Amerika şirkətləri həmin istiqamətlə Ukraynaya göndəriləcək, gedəcəklər uzun illər ərzində orada faydalı qazıntı işləri aparacaqlar, mədən işləri aparacaqlar. Kimisi uğur qazanacaq, kimisi qazana bilməyəcək. Artıq bu zamanın işidir və sonda da Amerika hökumətinin deyəcək hansısa bir söz tapacağı da aydındır. Yəni, kompensasiya edəcək bir söz tapacağı da aydındır. Amma hal-hazırda atılacaq addım, çünki Trump hakimiyyətə gələndə dünya birliyinin rəğbətini, yəni öz qərb düşərgəsinin rəğbətini ona görə qazanmışdı ki, o deyirdi ki, mən qısa müddətdə Ukraynadakı müharibəni bitirəcəm. O ki, qaldı sizin o konkret sualınıza, Ukraynada müharibə yaxın illərdə bitməyəcək. Bu ancaq və ancaq atəşkəs razılaşması kimi həyata keçə bilər. Bəs atəşkəs ehtimalını bugün üçün nə qədər sülh müqaviləsi yalnız və yalnız bu formada bağlana bilər ki, bu kapitulyasiya səviyyəsində ola bilər. Yəni, Ukrayna hakimiyyəti ərazilərin itirilməsinə razılıq verir və qalan əraziləri Dünya Birliyi Ukrayna ərazisi kimi tanıyır. Yəni, vəziyyət bu formada icra edir. Ukrayna bunlar heç vaxt razı olmaz. Ukrayna da bundan razı deyil. Nə Zelenski razı olmayacaq, nə ondan sonra gələn ölkə başçıları razı olmayacaq. Demək ki, burada məsələ yalnız və yalnız atəşkəsin imzalanmasından gedir. Demək ki, bu müharibədə, bunu da demək lazımdır. Çünki biz bunu uzun müddətdir deyirik, 3 ildir müharibə başlayandan bu fikirləri səsləndiririk. Bu müharibədə qazanan tərəf Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, Böyük Britaniya, Fransa, Avropanın digər ölkələri oldu. İtirən tərəf isə yalnız və yalnız Ukraynadır. Bu baxımdan insanlar siyasəti yaradıblar, siyasi münasibətləri yaradıblar ki, hər şey müharibə ilə, toqquşma ilə, silahlı toqquşmalarla həll olunmasın. Danışıqlar masasında güzəştlər həyata keçirilsin, güzəştlər danışıqlar masasında olsun və s. Yəni, mən bir də qayıdıram 2022-ci ilin mart ayına, fevral ayına, mart ayına qayıdıram. Yəni, hansı ki, mart ayında razılaşmalar əldə olunmuşdu. Həmin dövrdə bu ərazilərin böyük əksəriyyəti işğal olunmamışdı Rusiya tərəfindən, ələ keçirilməmişdi və həmin dövrdə əldə olunan atəşkəs əslində Ukraynanın ziyanın yarısından qayıtmaq şansı idi. Çox təəssüf ki, Zelenski hakimiyyəti Böyük Britaniyanın, Almaniyanın, Fransanın təhriki ilə Rusiya ilə hər hansı bir danışıqlarda iştirak etməyəcək, aparmayacaq kimin qanun qəbul etdilər. Və bu faktiki olaraq Ukraynanın birbaşa Rusiya ilə, Ukrayna hökumətinin hakimiyyəti birbaşa Rusiya ilə danışıqlar aparmasına maneə yaradır. Seçkilərin keçirilməməsindən də istifadə edib Moskva prosesi başqa tərəfə aparır. Son nəticədə Vaşinqtonla Moskva Ukraynanın taleyini həll edir. Yəni, burada bütün hallarda, yəni təhlillər onu göstərir ki, bütün hallarda Ukraynanın Vaşinqtonun
tələbləri ilə, Rusiyanın şərtləri ilə razılaşmamaq kimi bir şansı qalmayıb. Ramil bəy, bir də istəyərdim ki, biraz da Türkiyə-Rusiya münasibətlərinə diqqət yetirək. Düzdür, İran hazırda narahatlıq duyur ki, Birləşmiş Ştatlarla Rusiya anlaşa bilər, amma digər tərəfdən Türkiyə ilə biz Birləşmiş Ştatlar münasibətlərinə, Türkiyə ilə Rusiya münasibətlərinə baxanda da bəzi nüansları görə bilirik. Və Türkiyə prezidenti böyük dost adlandırıb deyir Rusiya Federasiya Şurasının sədri, bəli, səfəri çərçivəsində belə bir fikir irəli sürdüyünü deyib. Bugün doğrudan da mı Türkiyə üçün Rusiya böyük dost hesab edilə bilər? Birinci, İran-Rusiya münasibətlərinə toxunmaq istəyirəm. Əli Mütəhərrinin, yəni İran parlamentinin, sədrinin, keçmiş müavininin səsləndirdiyi bu fikir daha əvvəl də Rusiyanın əleyhinə bəzi fikirlər səsləndirmişdi. Bilirsiniz, bunu mən riyakarlıq hesab edirəm. Üçüncü tərəfdən bir baxdıqda riyakarlıq kimi qələmə vermək olar. Çünki Rusiya ilə Amerikanın ən yaxın dövründə, ki, hansı ki, Boris Yeltsin dövrü, siyasi hakimiyyət dövrü, Rusiya və ABŞ arasında, Amerika Birləşmiş Ştatları arasında strateji müttəfiqlik səviyyəsində idi əməkdaşlıq. Neft yataqlarının birgə islah edilməsi, müdafiə sənayesi sahəsində, kosmik tədqiqatlar sahəsində, digər çoxlu sayda iqtisadi sahələrdə birgə fəaliyyət göstərilirdi. Moskva küçələrində çoxlu sayda Amerikalılar, Vaşinqtonda Ruslar və s. belə çox mehriban bir münasibətləri var idi. Lakin buna baxmayaraq Rusiya həmin dövrlərdə belə İranın hərbi imkanlarının gücləndirilməsi, müdafiə və təhlükəsizlik məsələlərinin həlli istiqamətində çox fundamental, əsaslı addımlar atıb. Məsələn, texnika parkının inkişaf etdirilməsi, gücləndirilməsi üçün Zirehli Texnika Parkının Rusiya özünə məxsus olan texnologiyaların elmi nəzəri bazasını, elmi praktik bazasını İrana verib. Bir sadalamaq istəmirəm. Raket və buna bənzər digər sistemlərin, həm zenit raket komplekslərinin, həm taktik raket komplekslərinin elmi nəzəri və praktik istehsal bazalarını İrana verib və İranın ərəb dünyasındakı fəaliyyətinin genişləndirilməsi üçün müttəfiqlik edib, birgə fəaliyyət göstərib. Yəni Rusiya satmaz deyirsiniz İrana? Bu Boris Yeltsinin dövründə. Mən nəyə görə dedim? Çünki Boris Yeltsin Allah Amerikanı qorusun sözünü səsləndirən, fikrini səsləndirən adamdır. Amerika Konqresində, hətta o dövrdə belə İranın anti-Amerika fəaliyyətinə dəstək verir və yaxud da anti-qərb fəaliyyətinə dəstək verir. Hazırki vəziyyətdə Rusiyanın İrana qarşı belə addım atacağını fikrini səsləndirmək, bu ya siyasi diletantlıqdır, ya da ki, riyakarlıqdan başqa bir şey deyil. Yəni, bilirsiniz, daşlar bir-birinin üst-üstə oturmur. Yəni, bu bir-birinə əks vəziyyət, real vəziyyət və aralarında bağlanan sazişlər, fəaliyyətlə bu səsləndirilən o fikir üst-üstə düşmür, yəni tərs mütənasibdir. Bu məsələnin İran-Rusiya, sualınızın İran və Rusiya ilə bağlı olan hissəsidir. O ki, qaldı Türkiyə-Rusiya münasibətlərinə biz bir şeyi bilməliyik ki, Türkiyə regionun ticarət meydançasıdır. Daha dəqiq fikrimi ifadə edeyim. Qara dəniz və Aralıq dənizi hövzəsində yerləşən yeganə ölkədir ki, bu Rusiya üçün də tranzitdir. Bu Aralıq dənizi hövzəsi üçün də Rusiya istiqamətində və həm də Avropa istiqamətində bir tranzit ölkədir. Və SSR dağıldıqdan sonra xüsusilə Rusiyalı mütəxəssislərin Türkiyədəki fəaliyyətlərinin sayı həddindən artıq çoxdur və enerji təhlükəsizliyinin təmin olunması, enerji tələbatının təmin olunması istiqamətində də Rusiyanın Türkiyədə həyata keçirdiyi layihələrin sayı hesabı yoxdur, hədsiz çoxdur. Mən bir-bir sadalamaq istəmirəm. Qaz, neft sektorunda və digər enerji sektorunda ən azı atom elektrik stansiyası, Akkuyu atom elektrik stansiyasını Rusiya tikib. Yəni, bütün bunlardan sonra əlbəttə ki, Türkiyənin rəhbərliyi üçün
bu layihələrin icrasına tapşırıq verən, rəhbərlik edən, onlara icazə verən şəxs əlbəttə ki, böyük dost olacaq. Yəni, Rusiyanın qaz təchizatı Türkiyə ərazisindən keçir, Türk xətti. Ondan başqa neft məhsulları Türkiyənin İstanbul, İskəndər, Ron, Mersin dəniz limanlarından keçir, mənşəyi dəyişilərək keçir və digər məhsulları. Yüzlərlə şirkət Rusiyaya məhsul satır və yaxud da alıb satır, ixrac prosesi ilə məşğuldur. Və həmçinin də Suriya məsələsində də Rusiyanın Türkiyə Silahlı Qüvvələri ilə münasibətləri çox normal oldu. Yəni, qarşı duruma yaranmaması üçün konkret addımlar atdılar. Rusiyanın döyüş təyyarəsi Suriya-Türkiyə sərhəddində vuruldu. Rusiyanın Türkiyədəki səfiri Popov qətlə yetirildi, terror nəticəsində qətlə yetirildi. Bütün bunlara baxmayaraq Rusiya Türkiyə ilə münasibətlərdə maraqlı olduğunu hər addımda göstərdi və Türkiyədə adekvat reaksiya nümayiş edir. Bu baxımdan bunların münasibəti və hazırki vəziyyəti, bu münasibətin hazırki vəziyyəti əslində strateji əməkdaşlıqdır. Təbii ki, biraz fərqlilik yaranır. Türkiyə NATO ölkəsidir, amma NATO-nun düşmən Rusiya ilə əməkdaşlıq edir. Amma nəzərə almaq lazımdır ki, Amerikaya da, Qərbə də Rusiya məhsulları lazımdır. Türkiyə lazımdır bu bazar üçün, bu ticarət üçün. Rusiyaya da Qərb məhsulları lazımdır. Bu prosesdə Türkiyə üzərindən həyata keçirilir. Bəzi şeylər var ki, onları açıq demək lazımdır. Bu baxımdan Rusiyanın, Türkiyənin böyük dostu Vladimir Putindir. Yəni onlar üçün və bunu normal qəbul etmək lazımdır, təəccüblənmək lazım deyil. Hətta deyərdim ki, Rusiyanın da böyük dostlarından biri, deyək ki, Çin sədri və həm də Ərdoğandır. Türkiyə prezidenti Ərdoğandır. Çünki proseslər və bundan sonra baş verəcək proseslərin təhlili də onu göstərir. Təşəkkürümüzü bildiririk Ramil bəy, minnətdarıq sizə studiyamıza gəldiyiniz üçün, fikirlərinizi bölüşdüyünüz üçün. Biz Rusiya-Ukrayna cəbhəsində yaşananlardan danışdıq.